Müsahibimiz Xankəndi Futbol Klubunun futbolçusu Tural Qurbatovdur. Tural, bugün çempionatda 3-cü tur keçdi. Ciddi müqavimətlə rastlaşdınız. Ağstafa Gəncləri komandası ilə minimal hesabla qələbə qazandı komanda 1-0. Sən də yeganə qola imza atdın. Zəhmət olmasa komandanın və öz oyununu şərh edərik. Yəni biz Xankəndi olaraq, Xankəndi komandası olaraq hər oyuna ciddi şəkildə yanaşırıq. Yəni oyuna da bir gün qabaq gəldik. Yaxşı istirahətimizi, yeməyimizi, içməyimizi, hər şey öz yerində. Oyuna tam şəkildə hazırlaşdıq. Yəni biz bilirdik ki, bu oyun çətin olacaq. Çünki burada stadion amili var, azarkeşlər var. Yəni ki, görünən də oydu ki, yəni bu stadion şotu belə bəlli elədi də, yəni 1-0 oldu. Yəni çətin olmağına baxmayaraq, yəni içimizdə bir his var ki, yəni biz bu inşallah çempionluqla başa vuracağıq Allahın izni ilə. Yəni bunun üçün çalışırıq. Hər oyuna qələbə üçün çıxırıq. Yəni buna da şükür Allaha nail olduq. Ən azından bir top vurub, yəni qabağı keçdik. İnşallah qabağımızda yəni çətin oyunlar var. Onlara da güclü hazırlaşıb, yəni çempionluğa doğru getməliyik. Anladım. Bir sual da verəcəm. Tural, yəqin ki, yəni belə bir çətin oyunlardan komanda bir nəticə də çıxardır da, düzdür? Bəli, əlbəttə ki, yəni demək olar ki, yəni rayon komandalarına oynamaq biraz çətindir. Yəni hava amili var, stadion amili var. Yəni rayon yerində rayon komandaları həmişə yəni güclü müqavimət göstərirlər. 2 qat müqavimət göstərirlər. Həm də ki, bizim kimi komandalarla daha ciddi hazırlaşırlar. Yəni biz də buna baxmayaraq biz də çox ciddi hazırlaşmışdıq, yaxşı hazırlaşmışdıq. Yəni şükür Allaha da qol tapdıq. Yəni qələbəni qazandıq. Oldu, bir daha təbrik eləyirəm. Gələcək oyunlarda da uğurlar arzulayıram. Çox sağ olun.